Demək, mənim demək istədiyim var. 93-cü ildə bu mənim bu artıq fikrim 93-cü ildə qanuni seçilmiş prezident Əlçibəyə qarşı olan qiyam, xaricdən də Rusiya tərəfindən dəstəklənən qiyam faktiki olaraq ölkədə Rusiya pərəst rejimin bərpa olunması, ölkənin yenidən vassal adı müstəqil, amma faktiki olaraq Rusiyanın asılı bir vəziyyətə salınması məqsədi daşıyırdı. O vaxt ki, əvvəlki prezident Mütəllibovun demək, hakimiyyətə gəlməsi təmin olunmalı idi və başqa addımlar atılmalı idi. Və bu qiyamdan sonra demək, bir sıra addımlar da atıldı. Rusiya MDB-yə daxil oldu. Hətta kollektiv, bəziləri bilmir bunu, bir müddət kollektiv təhlükəsizlik təşkilatında üzv oldu 98-ci ilə qədər. Ondan sonra Azərbaycan öz fəaliyyətini dayandırdı. Amma əvvəl elə o dövrdə demək, Heydər Əliyev, sonra prezident İlham Əliyev dönəmində aparılan kurs 19-cu ilə qədər həqiqətən də Rusiyada Azərbaycanın arxa baxçasıdır. Azərbaycan onun sanki bir təsir dairəsində olan bir ölkədir. Təsirini bağışlasa da artıq ikinci 10 illiyində bu demək, minilliyin Azərbaycanın Rusiyanın maraq və mənafələrindən fərqli Azərbaycanın müstəqillik kursuna davam edən bir demək, siyasət yürütdüyünü demək, meydana çıxdı. 20-ci il müharibə, torpaqların azad olunması, Rusiyanın burada əsas təsir mexanizmi olan bu Qarabağ məsələsinin münaqişəsinin həlli, Azərbaycanın xeyrinə həlli, Türk Dövlətlər Təşkilatının yaranması, Türkiyə-Azərbaycan münasibətlərinin demək, artıq müttəfiqlik mərhələsinə, strateji müttəfiqlik mərhələsinə daxil olması, Şuşa bəyannaməsi və Azərbaycanın digər başqa sahələrdə istər qərb dövlətləri, istər İsrail və yaxud müsəlman İslam ölkələri ilə apardığı kurs siyasət burada Rusiyanın artıq Azərbaycanda hakimiyyət dəyişikliyi məsələsini gündəmə gətirməsini ötən illərdən başlayaraq və bu gərginliyin yaranmasına səbəb oldu. Mən qısaca, çox qısa belə sxematik bir şəkildə eləyirəm və görünən budur ki, demək, yəni mənim bunda qəti şəkildə son günlərdə düzdür bu hadisənin şərhi ilə bağlı belə bəzən belə təəssürat yaranır ki, kimlərsə Rusiyanın bu məsələdə oyundan kənara qoymaq istəyir. Keçən demək, ilin sonundan etibarən və başlanan bu gərginlik böyük ehtimalla bunun gizli bir dönəmi də olub. Bu gərginlik faktiki olaraq bu il içində yaşadığımız dövrdə, yay aylarında, yazın sonu, yay aylarında faktiki olaraq hakimiyyət dəyişikliyi məsələsinə yönəldiyi açıq-aydın görünürdü. Dəfələrlə bəyanatlar oldu müxtəlif siyasi qüvvələr tərəfindən, istər iqtidar yönlü, istər müxalifət yönlü məsələlərdən Rusiyanın açıq müdaxiləsi gözlənir, açıq, hətta hərbi müdaxiləsi, çağırışları vardır Rusiyanın özü tərəfindən. Bütövlükdə Cənubi Qafqaza, o cümlədən Azərbaycana belə bir çağırışlar vardı və mən hesab edirəm ki, bu Ramiz Mehdiyev məsələsi Rusiyanın bir əməliyyatıdır.